Resulü buyurur ki, dəyərli qardaşlarım, Adəm bir övladını zinadan deyir, bir nəsibi, bir payı vardır. Heç şübhəsiz ki, o bunu mütləq düşəcəkdir. Və sonra Allah Resulü buyurur ki, gözlərin zinası baxmaqdır. Qulağın zinası dinləmək, dilin zinası danışmaq, əlin zinası tutmaq, ayağın zinası isə addımlamaqdır. Sələf alimləri deyirlər ki, niyə görə Allah Resulü bu hədisdə birinci gözdən başladı. Gözlərin zinası baxmaqdır. Sonra gəldi dilin, əlin, axırda ayağın. Çünki hər bir şey başlayır nədən? Baxmaqdan. Hər bir şey başlayır baxmaqdan. Ona görə də İbn Qeym Rahmanullah burada çox gözəl bir kəlmə deyir ki, insana baş verən bir çox müsibətlərin əsasını insanın haram olan şəkillərə, qadınlara baxmağının səbəbidir.